Xərçəng səssizliklə qorxudan bir bürcdür. İlk baxışda həssas, incə və kövrək görünür. Amma bu zəifliyin altında görünməyən bir güc gizlənir. O əsla qışqırmaz, səhnə yaratmaz. Sadəcə baxar, hər bir xırdalığı yadda saxlayar və gözləyər. Onun əsas silahı zamandır. Səbirlə gözləyər. Nə vaxt ki sən arxayın olarsan, o zaman zərbəsini endirər. Dəqiq, sürətli və dağıdıcı. Xərçəng özünü idarə etməkdə ustadır. Onun ürəyindən keçənləri bilmək mümkün deyil. Onun intuisiyası həm nemət, həm də lənətdir. Səni sanki açıq kitab kimi oxuyur. Qorxularını hiss edir. Zəif nöqtələrini anlayır. Amma dərhal istifadə etməyə tələsmir. O, öz oyununu qurur və hər şey hazır olanda sən artıq onun planında bir piyada olursan. Onun gücü ondadır ki, o hücuma keçmir. Səbirli şəkildə gözləyir ki, sən səhv addım atasan və o an gəldikdə səni nə məhv etdiyini belə anlamırsan. Xərçəng səthi sakit görünən bir okeandır. Ta ki, səni dərinliyə çəkib aparana qədər. O, heç vaxt kartlarını göstərmir. Amma unutma, həmişə qolunda bir koziri var. Bu bürc dərinliyi ilə heyran edir. Soyuqqanlığı ilə isə qorxudur. O, sadəcə bir rəqib deyil. Heç vaxt unutmayacağın bir dərsdir.